Salam, belə bir məsələmizə baxaq. Birləşmə əzizlər, bir qrupdakı 7 şagirddən ikisi dostdurlar. Bu 7 şagird sıraya düzüldükdə dostlara yanaşı dayanması hadisəsinin ehtimalını tapın deyir. Deməli, bizdən ehtimal istəyir. Ehtimal tapdıqda əlverişli hallar sayını mümkün hallar sayına bölürük. 7 dost əlbəttə ki bir sıraya düzüləndə deməli bizim 7 mümkün halımız var. Məsələn A, B, C, D, Y, F, bir də olsun C. 7'den oldu. Bu 7'si bir sıraya düzüləndə deməli yer dəyişmə olur burada. Yəni A dura bilər burada. Birinci yerdə, yəni tutaq ki 7 nəfər sıraya düzülürsə 7 yer olacaq. 1, 2, 3, 4, 5, 6, 7. Birinci yerdə 7 nəfər 7'si də dura bilər. İkinci yerdə artıq 6 nəfər dura bilər. Üçüncü yerdə 5 nəfər. Dördüncüdə 4. 3 nəfər, 2 nəfər, 1 nəfər. Yəni bu üsulları da neçə müxtəlif üsulla dura bilər. Bu deməli halları da bir-birinə vursa, onlar 1-dən 7-yə qədər ədədlərin hasılı, yəni 7 faktorial. Mümkün hallarımızın sayı 7 faktorialdır. Amma bizdən indi ehtimal soruşduğuna görə əlverişli halların sayını da tapmalıyıq. Əlverişli halların sayı nədir? Bəs bu 7 şagird sıraya düzüldükdə dostlar yanaşı dayansın. Tutaq ki A ilə B dostdular. Yəni bunlar bir yerdə dayanmalıdırlar. Onda yerdə qalanlar deməli oldu. Yerdə qalan 5 nəfər isə, yəni qarışıq şəkildə C burada dayana bilər, D burada, Y bu tərəfdə keçib dayana bilər. Yəni qarışıq bir şəkildə. Amma A ilə B ayrılmaz. Onlar sanki əl ilə bərk yapışıb bir yerdə dururlar. Deməli bu A ilə B də öz arasında yer dəyişə bilər. B bura keçə bilər, A bura keçə bilər. Yəni bunların öz aralarında A və B-nin öz arasında yer dəyişməsi 2 faktorialdır. İndi bu A ilə B ayrılmazdı. Mən bunları dairəyə almışam. Yanaşı duranları həmişə dairəyə alaq ki, bunlar yəni ayrılmazlar. Bir yerdədirlər. Bunlar 1, 2, 3, 4, 5, 6. Bəs bu 6 nəfər kimi baxsaq, bəs bu 6 nəfər öz aralarında neçə üsulla yəni düzülə bilərlər? 6 hal neçə halla düzülə bilərlər? 6 olduğuna görə 6 faktorial halda buradadırlar. Yəni bu A ilə B, bu A ilə B ayrılmazdır. C'nin ortası C'dən sonra ola bilər. Burada F olar, burada C, burada D. Niyə gələr bura? Ya bu AB bura gedər, özləri ayrılmazdır bir yerdə şəkildə. Ya burada Y-dən sonra ya, nə bilim, yəni çoxlu yer dəyişmələr ola bilər də. Həmin yer dəyişmələrin sayı da 6 faktorial olur. 2 faktorial vur, 6 faktorial oldu bu halımızda. Deməli əlverişli halımız. Tutaq ki məsələn desəydi ki, indi mən bunu tapdım, amma indi məsələn biraz da genişləndirək. Tutaq ki mənə desək ki 3 dost yanaşı durmaq şərtlə. Bu 7 şagirdin 3'ü dostdular. 3'ü yanaşı dursaydı, məsələn ABC yanaşıdır. Yerdə qalır D, Y, F, C dostları qalır tutaq ki. İndi bu 3'ü yanaşı durursa 3 faktorial buradan olur. İndi bəs bunlar ümumi neçə hal olurlar? 1, 2, 3, 4, 5. 3 faktorial vur, 5 faktorial olardı. Bu şəkil. İndi 7 faktorial, bu da 6 faktorial. 7'nin içərisində 6'sı olduğuna görə 6'sı, yəni 7 faktorial, 6 faktorial vur 7'də. 6 faktorial gedir, qalır 7. 2 faktorial da deməli 1 vur 2 olur 2. Cavab oldu 7'də 2. Mən əvvəllərdə bir videoda çəkib göstərmişdim ki 7'dən əvvəl nələr varsa 7 onların hamısından gəlir. 7'dən əvvəl 6 var deyə mən bunu 1-dən 6'ya qədər ədədlərin hansılı 6 faktorial vur. Yerdə nə qalır? 7 kimi yaza bilərəm. Cavabımız oldu 7'də 2.